Azərbaycanın əsas nəqliyyat qovşaqlarından biri Bakı limanı. Eyni anda daha çox yükün qəbulu və emalı artıq mümkün olacaq. Necə? 7-ci körpünün istifadəsi və üstəlik 125 ton yük qaldırma gücünə malik yeni kranın artıq istifadəsi iş prosesinə əlavə bir imkanlar qatacaq. Yeni infrastruktur Avropa standartları ilə yanaşı dünyanın ekoloji standartlarına da cavab verir. İşə düşməsi ilə limanda yüklərin idarə olunması daha çevik və sürətli təşkil olunacaq. Əməliyyatlar isə fasiləsiz davam edəcək. Yeni kranın istifadəyə verilməsi hal-hazırda yerləşdiyimiz körpüdə, 8-ci körpüdə əməliyyatların paralel aparılmasına imkan verəcək. Limanın tarixində ilk dəfə olaraq artıq yük aşırma əməliyyatlarına başlamışıq. 7-ci körpünün istifadəyə verilməsi və 8-ci körpüdə müasir kranın quraşdırılması eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanının marşrut boyunca orta dəhliz boyu texniki imkanlarının artırılmasına, eyni zamanda nəqliyyat qovşağı kimi rolunun daha da artmasına xidmət edəcəkdir. İtaliya istehsalı olan bu kranın istismara cəlb olunması yükləmə və boşaltma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Nəticədə böyük investisiyaları cəlb edilmədən limanın ötürücülük qabiliyyəti artırılacaq. Bu isə həm vaxt, həm də resurs baxımından ciddi üstünlük deməkdir. Növbəti addımlarda texniki imkanların artırılması istiqamətində əlavə avadanlıqların, o cümlədən də İtaliya istehsalı olan bu qəbildə olan analoji bir kranın alınması nəzərdə tutulur. Yeni avadanlıqların alınması və müasir texnoloji xətlərin istifadəyə verilməsi mövcud imkanların daha da genişləndirilməsinə və orta dəhlizdə Bakı limanının rolunun daha da artırılmasına xidmət edəcək. Konteyner yükləyicilərinin, çəngəlli yükləyicilərin, kranların, lokomobillərin alınması nəzərdə tutulur. Bu istiqamətdə işlərə artıq satın alma proseduruna başlanmışdır. Ümidvaram ki, cari ilin sonuna qədər həmin avadanlıqların əraziyə çatdırılması nəzərdə tutulur. Daha güclü texnika, genişlənən imkanlar, bütün bunlar Bakı limanının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə daşıyır. Hazırda həyata keçirilən layihələr çərçivəsində isə limanın illik konteyner aşırma gücünün 250 min TEU-ya qədər artırılmasına hədəflənir. Bu isə daha çox yük, daha sərfəli əməliyyat və daha çox transit imkanları deməkdir. Elnarə Həssənova, Rüstəm Abdullayev, ASTV Xəbər.